Neçə illər ağız dolusu hey söyləmişik ki, əcəb ağ gündədir vətənimiz, nə bilim nə. Bir sözlə vətən başdan başa cənnətdir. Elə olanda gərək Puşkin rayonu da cənnətin bir guşəsi olaydı. Ancaq mehmanxanasını ki bu gündə gördük, əlimiz qolumuz yanımıza düşdü. Buranın masa arxasında oturanı da, ülgüclə cib qırxanları da gəlişimizdən bərk dilxor olub, hərəsi üzünü bir yana tutdu. Biri də qabağa çıxıb demədi ki, niyə əhaliyə belə xidmət olunur? Belə yerdə deyiblər ki, aslanın erkəyi dişisi olmaz. Gözəllik salonunun işçisi Qərənfil Haqverdiyeva. Bizim gözəllik salonudur, rayon üzrə bir dənədir və bizim Puşkin rayonunda salon bir dənədir. Gördüyünüz kimi o həddən artıq dırnaq arası gözəldir. Demək, bunu da bizim qadınların ixtiyarına vermişik. Burada özlərini, necə deyərlər, gözəlləşdirirlər. Təəssüf ki, bizim salonun özünün gözəlləşməyə böyük ehtiyacı var. Göründüyü kimi onun mebelləri qırıqdır, tökülür, divarın əhəngi uçub tökülür. Biz onu təmirə saxlamağa, özümüz öz cibimizdən təmir eləməyə möhtac olmuşuq, məcbur olmuşuq daha doğrusu. Özümüz təmir eləməliyik, özümüzün də ki bacardığımız budur. Rayon mərkəzi belə. Bəs görək kəndlərdə vəziyyət necədir? Maşallah. Bu vaqon evcik kolxoz idarəsidir. Bu da əldə qayırma bərbərxana. Burada demək həmin 2 dənə otaqdan ibarətdir. 50 il bundan qabaq tikilib o bina. Kitabxananın içərisinə girsəniz, orada hər cürə vəhşi heyvanlar yaşayır. Ola bilməzdi ki 10 il, 15 il bundan qabaq onu tikdirib istifadəyə verilsin. Köhnə, ən qalıq kitablardır. Ola bilməzdi ki, demək orada 12 çarpayılıq xəstəxana tikilsin, heç kim bizə köməklik eləmir. Alverçidir hamısı. Onu görmürüm. Niye? Mağazada heç nə yoxdur. Hamısı alverçinin qabağındadır. Niye? Ayaqqabı rayona gedirsən. Ondan sonra heç nə yoxdur. Çayçı yoxdur. Heç nə yoxdur. Mağazada un yox, sabun yox. Hamısını gelib bazarda əldən taparsan. Bazarda doğrudan da 1'ə 2-3 qiymətə hər şey vardı. Satanlar bizi görüb pərən-pərən oldular. Cəmaatın gileyini İcraiyyə Komitəsinin sədri Musa Məmmədov yoldaşa çatdırdıq və xahiş elədik ki, rayonda əhaliyə xidmətin acınacaqlı vəziyyətdə olmasının səbəbini izah eləsin. O da açığını dedi ki, mənim kameraya alergiyam var, onu məndən uzaq eləyin. Dedik, nə olar? Süjetimiz ekrana çıxar, onda cavab verərsiniz. Mən bunu təqdim edirəm hamıdan çox istədiyim Qurbanəli Şərifzadəyə ki, bizlər də ölüb gedəndən sonra oğlanlarımız bunu vərəqləyərkən bizi xatırlasınlar. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. O vaxt sən hardan biləydin ki, böyük ümidlər bağladığın o oğlanların nə tarixlərini vərəqləməyə vaxtları olacaq, nə xatırlamağa həvəsləri. Həmişə ərdən ər, nərdən nər olsaydı, nə vardı ki? Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev. Respublikamızın 6 mərkəzi dövlət arxivi, 15 filialı və rayon dövlət arxivlərində 18-ci əsrdən bu günə qədər xalqımızın tarixini özündə əks etdirən 2 milyon yarımdan yuxarı sənəd qorunub saxlanılır. Bu arxivlərdən yalnız 4'ü nisbətən müasir tələblərə cavab verən binalarda yerləşdirilir. Qalanları isə binaların, yaşayış binalarının birinci mərtəbələrində, zirzəmilərdə bilavasitə bu iş üçün uyğunlaşdırılmış binalarda yerləşdirilir. Kino foto sənədləri arxivinin direktoru Nina Fişeva. Помещение, в котором хранятся эти уникальные документы, не соответствует тем требованиям, в которых они должны храниться.
Температурно-влажностный режим вместо 12-15 градусов здесь летом доходит до 30 градусов. И нарушаются все инструкции глав архива СССР о раздельном хранении кинодокументов на нитро, то есть горючей основе, и документов на триацетатной негорючей основе. Стоит уронить одну эту коробку, выпустить случайно из рук, и она от механического, значит, падения, она самовоспламенится. И это буквально преступление века, потому что в результате этого может быть утрачена вся история нашей республики, и это будет действительно преступление перед нашими потомками. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Marif Teymurov. Vərək topladığımız bu arxiv sənədləri üçün artıq yerimiz yoxdur. Gördüyümüz bu dəmir qəfəsələri biz qanunsuz bura qoymuşuq. Yanğın söndürənlər görsə, yəqin ki bizi cərimə eləyərlər. Özümüzü qoruya biliriksə, yaxşı olar tariximizi də qorusaq, pis olmaz. Burada istilik ölçən müsbət 33 dərəcə göstərsə də, tarixi yaddaşımıza o naxələf övladların məhəbbəti mənfi neçə dərəcədir, Allah bilir. Bəlalı günlər görmüş tariximizin belə günü dağlı bağrına təzə dağ olardı ustad. Nə bu sənədlərin dərdinə yanan görərdin, nə halına acıyan. Bu dağın yanında göz dağı nədir ki? Tikintisi hələ 1973-cü ildən başlanan, o sənədlər üçün nəzərdə tutulan binaya naxələf övlad gündə bir daş da qoysaydı, nə bina bu vəziyyətdə qalardı, nə də o sənədlər. Qəm çəkmə ustad. Övlad naxələf olanda elə belə olar. 17 ildir ki, ümid bəslədiyin evladlar bu tikintini min bir düyünlü müəmmaya döndəriblər. Bu müəmmanın düyünləri açılmır ki, açılmır. Arxivlər haqqında qanun layihəsi. Hər gün arxivdən eşidilən həyəcanlı nidalar gec də olsa, Bakı Baş Tikinti İdarəsindən canı yananlıq tarixi yaddaşımıza imdad diləyir.